Salam dəyərli şagirdlər və valideynlər. Bu gün sizinlə növbəti tədris ili haqqında məlumat vermək istəyirəm. Hansı ki, qruplara müraciətlər çox olduğu üçün bəzi dəyişikliklər eləmişəm və düşündüm ki, artıq bunu onlayn şəkildə yox, əyani şəkildə sizinlə bölüşüm. Ümumi olaraq onu deyim ki, heç özümü tanıtmadım. Mən Həşimzadə Kəminə, ingilis dili müəllimiyəm. Bu il 11-ci sinif buraxılış imtahanında möhtəşəm nəticələri olan müəllimlərdən biriyəm. Hansı ki, 8 nəfər şagirdim 100 bal nəticə toplamışdır. 20 plus şagirdim 90 plus nəticə, 40 plus şagirdim də 80-dən yuxarı nəticə toplamışdı. Baxmaq istəyən valideynlər səhifəmə keçid edib şagirdlərimin imtahan nəticəsi ilə tanış ola bilərlər. Cavab kartlarının hər birini paylaşmışam və siz də bu fürsətdən yararlanmaq istəyirsinizsə, gəlin sizə dərs günlərinin və saatlarım haqqında məlumat verim. Ümumi olaraq onu deyim ki, dərs müddətim 90 dəqiqədir və 90 dəqiqədə bütün bacarıqların üzərində işləyirik. Bəzən olub sürət qrupumda olub 1 saat 10 dəqiqə dərs müddəti. Yəni şagirdlərim o qrupa qoşularaq belə nə qədər nəticəsini artırdığını və nə dərəcə yararlı olduğu haqqında fikirlərini komment bölməsində artıq bildirəcəklər. Baxıb tanış ola bilərsiniz. İndi başlayaq qruplarımız haqqında məlumata. Deməli, 1-ci və 4-cü günlər olacaq 20 yanvar günləri, saat 2-nin yarısı, saat 4-ün yarısı, bir də saat 6-nın yarısı qrupu var. 4-ün yarısı qrupu xüsusi qrupdur, yəni A qrupudur. Siz bu qrupa daxil olmaq üçün xüsusi imtahan verməlisiniz. Növbəti olaraq keçirik neftçilər qrupuna. Neftçilər qrupu olacaq saat 1 qrupu, 3 qrupu, bir də saat 5-in yarısı qrupu. Bu qrupda da A qrupu olacaq saat 1 qrupu, yenə də imtahan verərək daxil olacaqsınız. 3 və 6-cı günlər ev qruplarımdır. Bu qrupların haqqında məlumat verməyəcəm artıq, çünki o qruplarım dolub deyə qeydiyyat dolub. Videonun vaxtını uzatmaq istəmirəm. Onlayn qruplarım haqqında məlumat versəm sizə, 2 və 5-ci günlər bir onlayn qrupdur. 3 və 6-cı günlər bir onlayn qrupdur. Yəni hər iki qrupda saat axşam 7-də başlayır və 9-un yarısı bitir. Əlavə olaraq da speaking qruplarım olduğuna görə, yəni indidən vaxtlar o qədər uyğunlaşıb ki, nə yarım saat əvvələ, ya sonraya salmaq mümkün deyil. Kifayət qədər şagirdim də qeydiyyatdan keçdiyi üçün dərs vaxtlarını dəyişmək mümkün deyil və siz də bu siyahıda olmaq istəyirsinizsə, növbəti tədris ili üçün qeydiyyatdan keçə bilərsiniz. Yerlər limitli saydadır. Dediyim kimi, yarıdan çox şagird artıq qeydiyyatdan keçmişdi. Xüsusilə də əyani qruplarımda, neftçilərdə 2 qrup, 20 yanvarda da 2 qrupum artıq dolmuşdu. Yəni son bir qrup qalıb. Qeydiyyatdan keçməyə tələsin. Ev qruplarım artıq dolub, onlayn qruplarda artıq qeydiyyat sonlanmağa doğru gedir. Mütləq şəkildə bu fürsətdən yararlanın deyərdim. Əgər bu vaxtlardan hansısa sizə uyğundursa, qeydiyyatdan keçə bilərsiniz. Verilmiş əlaqə nömrəsinə yazıb yüksək nəticə toplayan şagirdlərim siyahısında ola bilərsiniz. Hər birinizi uğurlar.